Təsəvvür edin, övladınızın və ya sizin hər addımınız, hətta necə deyim, üz ifadəniz belə sinifdə süni intellekt tərəfindən izlənilir. Bəziləri deyir ki, bu fərdiləşdirilmiş təhsilin zirvəsidir. Amma başqaları bunu açığı təhlükəli bir nəzarət kimi görür. Bəs həqiqət haradadır? 1 və 0-a xoş gəlmisiniz. Bugün biz sizinlə təhsil dünyasını, belə deyək, alt-üst edən bir mövzunu, süni intellekti müzakirə edəcəyik. Əlimizdə bilirsiniz, UNESCO, ABŞ Təhsil Departamenti kimi mənbələrdən gələn hesabatlar, araşdırmalar var. Məqsədimiz süni intellektin təhsildəki rolunu, potensialını və əlbəttə çətinliklərini anlamaqdır və bunun sizin üçün, yəni bir tələbə, valideyn və ya sadəcə maraqlanan biri kimi nə demək olduğunu aydınlaşdırmaq istəyirik. Gəlin başlayaq. Yaxşı, gəlin elə bu fərdiləşdirmə məsələsindən başlayaq. Süni intellekt deyildiyi kimi, hər tələbəyə öz surəti ilə öyrənməyə imkan verə bilər. Doğrudurmu? Bəli. Bu potensialın, belə deyək, ən cəlbedici tərəflərindən biridir. Məsələn, ağıllı repetitor sistemləri var, ITS deyirlər. Aha. Bunlar təkcə məlumat ötürmür, həm də sizin harada çətinlik çəkdiyinizi anlayır və növbəti addımı ona uyğun tənzimləyir. Sanki rəqəmsal fərdi bir müəllim kimidir. Hətta o Georgia Tech Universitetindəki Jill Watson chatbotu var idi, xatırlayırsınız. Əlbəttə, çox maraqlı bir nümunə idi. Tələbələrin onlayn forumlardakı saysız suallarını cavablandırmışdı, müəllimlərin də xeyli vaxtına qənaət etmişdi deyəsən. Tamamilə. Bu, süni intellektin birbaşa tədrisə dəstəyinin yaxşı bir nümunəsidir. Amma daha geniş baxsaq, süni intellekt dedikdə biz əsasən nəyi nəzərdə tuturuq? Böyük həcmli məlumatlara analiz edib, müəyyən proqnozlar verən maşın öyrənməsi algoritmlərini və hazırda onu da qeyd edim ki, əsas hədəf insanı əvəzləmək deyil, yox, daha çox onun imkanlarını artırmaqdır. Gücləndirilmiş intellekt termini də buradan gəlir. Yəni, insanla maşın əməkdaşlıq edir. Bəli, məsələ, tipdəki nümunəni çox vaxt çəkirlər, çox yerindədir. Süni intellektlə birgə işləyən radioloqun diaqnozu tək başına işləyən radioloqdan və ya təkcə süni intellektdən daha dəqiq olur. Təhsildə də məqsəd budur, müəllimlərlə süni intellektin effektiv əməkdaşlığı. Deməli, belə çıxır ki, süni intellekt o, necə deyim, gündəlik, rutin işləri qiymətləndirmə, tapşırıq, yoxlama kimi avtomatlaşdırır. Hə, məsələn onları. Və müəllimə daha çox vaxt qalır ki, tələbə ilə fərdi məşğul olsun, dəstək versin. Tamamilə doğrudur. İdealda belə olmalıdır. Amma bilirsiniz, burada başqa daha ciddi məsələlər də ortaya çıxır. Məsələn, bu sistemlərin işləməsi üçün nə lazımdır? Çoxlu tələbə məlumatı. Performansları, bəzən hətta davranışlar haqqında məlumatlar toplanır. Bəs bu məlumatların məxfiliyi, təhlükəsizliyi. Bu necə təmin olunacaq? Mənbələrimizdə də bu əsas narahatlıqlardan biri kimi göstərilir. Bəs o girişdə toxunduğumuz nəzarət məsələsi necə? Yəni, bu süni intellekt nəzarəti nə vaxt problemə çevrilir? Baxın, məsələn, bəzi yerlərdə, siniflərdə tələbələrin diqqətini, hətta emosiyalarını ölçmək üçün üz tanıma texnologiyalarından istifadə cəhdləri olub. Bu, artıq etik cəhətdən çox mübahisəlidir. Düzdür. Və ya ABŞ-də Summit Learning kimi platformalar var idi, xatırlayırsınızsa, onlara qarşı tələbə və valideyn etirazları olmuşdu. Niyə? Səbəb nə idi? Səbəb o idi ki, onlar hiss edirdilər ki, bu platforma üzərindən öyrənmə, o real canlı müəllim, şagird ünsiyyətini, o insani əlaqəni azaldır. Yəni, həddindən artıq texnologiyaya güvənməyin də belə riskləri var. Bir də başqa bir fundamental çətinlik var, qara qutu problemi deyirlər buna. Qara qutu, o nə deməkdir? Yəni, bəzi süni intellekt sistemləri, xüsusilə dərin öyrənmə modelləri, qərarlarını necə verdiklərini izah edə bilmirlər. İçərisi qapalı bir qutu kimidir. Maraqlıdır. Təsəvvür edin, sistem bir tələbəyə müəyyən bir nəticə, qiymət verir. Amma nə müəllim, nə də tələbə bunun səbəbini tam anlaya bilmir. Bu, öyrənmə prosesi üçün açığı qəbul edilməzdir. Əlbəttə. Məhz buna görə də mənbələrdə izah edilə bilən süni intellekt anlayışı və insanın prosesdə iştirakı, yəni human in the loop prinsipi çox vurğulanır.
Kritik qərarlar, məsələn, yekun qiymətləndirmə mütləq insan nəzarətində qalmalıdır. Deməli, texnologiya güclüdür, amma onu cilovlamaq lazımdır. Bəli, UNESCO-nun Pekin konsensusu kimi beynəlxalq sənədlər də məhz bu etik çərçivələri müəyyən etməyə çalışır. Amma bu davam edən bir prosesdir. Yaxşı. Bütün bunlar çox maraqlıdır. Bəs praktikada bizim dinləyicimiz üçün bu nə deməkdir? Gələcəkdə hansı bacarıqlar daha önəmli olacaq sizcə? Baxın, süni intellekt bəzi işləri avtomatlaşdıracaq. Bu qaçılmazdır. Amma eyni zamanda yeni peşələr də yaradır. Məlumat analitikləri, süni intellekt etikası üzrə mütəxəssislər, kiber təhlükəsizlik mütəxəssisləri, belə sahələr getdikcə daha çox əhəmiyyət qazanacaq. Yəni, ömür boyu öyrənmə anlayışı daha da aktuallaşır. Tamamilə. Davamlı öyrənmə, yeni bacarıqlara yiyələnmə, yenidən ixtisaslaşma bunlar şərt olacaq. Və yəqin ki, bir də süni intellekt savadlılığı anlayışı var. Yəni, hamımızın bu texnologiyaların necə işlədiyini, məlumatlarımızın necə istifadə edildiyini anlamağımız lazımdır, elə deyilmi? Mütləq. Və bu sadəcə texniki bilik demək deyil, həm də tənqidi düşüncə tələb edir. Yəni, aldığımız məlumatı qiymətləndirmək, alqoritmlərin potensial qərəzliliyini, məhdudiyyətlərini anlamaq bacarığı. Ümumləşdirsək, belə deyə bilərik. Süni intellekt təhsilini daha fərdi, daha səmərəli etmək, müəllimlərə dəstək olmaq üçün doğrudan da güclü vasitələr təklif edir. Amma şərtlər var. Etik istifadə, bərabərliyin təmin olunması, məlumatların qorunması və ən əsası insan amilinin, yəni tələbənin və müəllimin mərkəzdə saxlanılması. Bunlarsız olmaz. Pis olmamasından çox, bizim bu texnologiyanı necə istifadə edəcəyimizdən, onu təhsilin əsas məqsədlərinə necə yönəldəcəyimizdən gedir. Bəli, tamamilə razıyam və sonda icazənizlə dinləyicilərimiz üçün kiçik bir düşüncə. Əgər süni intellekt hesablama, analiz kimi kognitiv, yəni zehni bacarıqları getdikcə daha yaxşı təqlid edirsə, o zaman tədrisdə və ümumiyyətlə həyatda hansı əsl insani bacarıqlar, məsələn, empatiya, yaradıcılıq, mürəkkəb problemlərin həllində əməkdaşlıq etmək, etik mühakimə yürütmək kimi bacarıqlar daha da əvəz olunmaz olur. Süni intellektin geniş yayıldığı bir dünyada siz bu unikal, əvəzsiz insani qabiliyyətləri necə qoruyub inkişaf etdirə bilərsiniz?